Değerli müəllimlər, hər vaxtınız xeyir. Azərbaycan landşaftları ilə bağlı məlumat verəcəm. Əvvəlcə biz landşaftın nə olduğunu bir də təkrarlayaq. Təbii komponentlər birləşərək qarşılıqlı təsir nəticəsində eyni cinsli bir təbii ərazi kompleksi yaradırlar. Yəni, oxşar xüsusiyyətlərə malik olan təbii ərazi kompleksi əmələ gətirirlər. Buna da biz landşaft deyirik. Yəni, təbii komponentlər birləşir, bir neçə təbii komponent, bunlar bölünürdü, zonalı komponentlər və azonal təbii komponentlər. Bunlar qarşılıqlı təsir nəticəsində bir təbii ərazi kompleksi yaradırlar. Bu, əgər eyni cinsli olarsa, eyni xüsusiyyətlərə malik olarsa, məsələn, meşə tipli, çöl tipli, yarım səhra tipli və yaxud da dağ çəmən tipli bir cinsdən ibarət oxşar xüsusiyyətlərə malik olan bir landşaft yaradır, kompleks yaradır. Həmin təbii ərazi kompleksi də landşaft adlanır. Eyni cinsli olması şərtdir və bu deməli landşaftı əmələ gətirir. Landşaft bölgüsü necə aparılır? Deməli, ən böyük vahid sinifdir. Bu yarım siniflərə bölünür. Daha sonra tip, yarım tip və ən sonunda da ən kiçik vahid olaraq orta məktəb dərsliklərimizdə landşaftın ən kiçik vahidi növ hesab olunur. Siniflər, sinif olaraq landşaft sinifi, landşaft sinif olaraq iki sinifə bölünür. Dağ sinifləri, bir də düzən sinifləri olaraq bölünür, yəni dağlıq landşaftlar və düzənlik landşaftlar. Yarım siniflər isə, məsələn, dağlıq ərazilərdə yarım siniflər necə bölünür? Alçaq dağlıq, orta dağlıq və yüksək dağlıq olaraq bu şəkildə bölünür. Dediyimiz kimi sinif, yarım sinif, tip, yarım tip və nə olaraq ayrılır. Respublikamızda landşaftlar zonal və azonal qanun uyğunluğa tabedir. Zonal qanuna uyğunluq düzənliklərdə, azonallıq isə dağlıq ərazilər üçün səciyyəvidir. Bir də burada təbii ki, intrazonal landşaftlar var, onu da mövzunun irəli hissələrində danışacağım. Geçək növbəti. Bunun bir rəngini dəyişək. Məsələn, rəng. Dağ landşaftları. Götürək bir ərazi. Dağ landşaftlarında nələrə diqqət eləməliyik? Hansı hündürlükdə hansı landşaft formalaşır ümumi olaraq və bu landşaftın iqlimi nədir, torpağı nədir və hansı təsərrüfat sahələri bu landşaft daxilində inkişaf elətdirilə bilir, inkişaf elətdirilir. Təxminən biz 400 metrə qədər, təqribən bu rəqəmlər 400-500 metr hündürlüyə qədər deyirik ki, yarım səhra landşaftı formalaşır. 400 metrdən təxminən 800 metrə qədər, 700 metrə qədər çöl landşaftı formalaşır. 700-800 metrdən təqribən 2200-ə qədər, 2000 metr, 2200 metrə qədər, hətta bəzi ərazilərdə daha yuxarı meşə landşaftı formalaşır. 2000 metrdən haradasa 2500 metrə qədər su, alp, 3000 metrə qədər, dediyim kimi bu rəqəmlər təqribi rəqəmlərdir, ərazidən asılı olaraq dəyişə bilər. Ancaq biz ümumi olaraq bilməliyik ki, test həll edəndə, müəyyən məsələləri həll edəndə bu bizə kömək olsun.
2500 ilə 3000 metr aralığında Alp çəmənlikləri landşaftı formalaşır. 3000 metrdən təxminən 3900 metrə qədər subnival landşaft formalaşır. 3900-dən də yuxarı, məsələn, buranı biz 4466 olaraq götürsək, nival landşaftı formalaşır. İndi hər bir landşaftın özünə məxsus torpaq örtüyü var. Torpaq örtüyünü qeyd eləsək, sağ tərəfdən torpaq örtüyünü qeyd edəcəm. Yarımsəhra landşaftında torpaq örtüyü boz və bozun törəmələridir. Məsələn, boz çəmən, boz qonur və s. Boz və bozun törəmələri. Çöl landşaftı öz daxilində bölünür. Quru çöl və meşə çöl olaraq, hətta 3 yerə də bölmək olar. Quru çöl, çöl və meşə çöl olaraq. Daha sadə olsun deyə bu 2 yerə bölürəm. Bu landşaft daxilində də əsasən şabaldı torpaqlar formalaşır. Quru çöldə əsasən açıq şabalıdır. Açıq şabalıdır. Çöl, meşə çöllərdə isə şabaldı və tünd şabalıdır. Şabalıdır. Aşağıdan da tünd yazıram ki, aydın olsun. Tünd şabalı torpaqlar formalaşır. Meşə landşaftı daxilində qəhvəyi və qonur torpaqlar mövcuddur. Subah və Alp çəmənliklərində dağ çəmən torpaqlarıdır. Bunu biz dağ çəmən bu formada yaza bilərik. Hansı növləri var? İbtidai, torflu, çimli, yumşaq çimli və qaraya bənzər. Subnival və nival landşaftı qayalıq və buzlaq zonası olduğu üçün burada torpaq formalaşmır. Torpaq örtüyündə bu şəkildə qeyd elədik. İndi iqlimini qeyd eləyək. Yarım səhra landşaftında təbii ki, iqlim nə olacaq? Yarım səhra və quru çöl iqlimi olacaq. Biz bunu bilirik ki, buradan qeyd edirəm yuxarıdan. Təxminən bu şəkildə idi də 500 metrə qədər yarım səhra quru çöl iqlimi idi. 500-dən 1500 metrə qədər mülayim isti iqlimdir. Təqribən 2700, 3000, 3200 də yazılır bəzən soyuq iqlimdir. 2700-3000-dən yuxarıda da dağ tundra iqlimidir. İndi bu məlumata əsasən biz burada müəyyənləşdirdik. 400 metrə qədər yarım səhra landşaftıdırsa, deməli iqlimi yarım səhra quru çöldür. Bu iqlimdə ölkəmizin 50%-nə qədərini tutur, əhatələyir. Çöl landşaftının aşağı hissələrində, quru çöl landşaftında yarım səhra iqlimidir. Ancaq çöl və meşə çöl landşaftında mülayim isti iqlimdir. Ərazidən asılı olaraq da yarım tipi bölünür. Qışı quraq keçən ola bilər, bərabər rütubətli ola bilər və s. Meşə landşaftında nisbətən aşağı hissədə mülayim isti iqlimdir. Mülayim isti. Əsasən burada palıd ağacları formalaşır. Daha yuxarı hissədə isə soyuq iqlimdir. Burada da əsasən fıstıq və ləs meşələridir. Subal Alp çəmənlikləri ümumilikdə götürdükdə burada əksəriyyət hissədə soyuq iqlimdə formalaşır. Alp çəmənliklərinin yuxarı hissəsində biraz kiçik bir sahələrdə biz dağ tundra iqlimini görə bilərik, amma əsasən soyuq iqlimdir. Subnival və nivalda isə biz ümumilikdə
dağ tundra iqlimini müşahidə edərik. Dağ tundra iqlimi. Bu bizim bu çəkdiyimiz deməli şəkil burada landşaftın tipini, iqlimini və torpağını göstərir. Bəs hər bir landşaft üzrə biz təsərrüfat olaraq böləsi olsa necə bölərik? Deməli, dağ landşaftlarında əsasən yenə eyni şəkli çəkək. Yarım səhra landşaftında. Yarım səhra. Yarım səhra landşaftında hansı təsərrüfat sahələri var? İrriqasiya şəraitində bir çox kənd təsərrüfatını inkişaf elətdirmək olar. Özəlliklə də aqroiqlimə tələbkar olan fəal temperaturların yüksək göstəricisində formalaşan təsərrüfat sahələri bostançılıq ola bilər, bağçılıq ola bilər, üzümçülük ola bilər və s. Çöl landşaftında da demək olar ki, həmin çöl üçün də eyni şey demək olar. Sadəcə çöl landşaftının quru çöl hissəsində irriqasiya şəraitində olacaq. Çöl, meşə çöldə isə dəmiyə şəraitində təsərrüfat sahələri formalaşacaq. Burada da məhsuldarlıq çox yüksəkdir təbii ki. Meşə landşaftı dəmiyə şəraitində istifadə olunur. Bağçılıqdır əsasən. Meşə landşaftı bağçılıq üçün istifadə olunur. Yəni burada ümumiyyətlə üzümçülük, tərəvəzçilik, bağçılıq daha yuxarıda subalp və alp çəmənliklərində. Subalp və alp çəmənlikləri. Otlaq biçənək kimi istifadə olunur, yəni yay otlağı, yay otlağı. Subalp çəmənlikləri əsasən biçənək, çünki otlar hündür boylu olduğu üçün biçənək kimi istifadə olunur, biçmək üçün daha əlverişli olur. Alp çəmənliklərində xırda otlardır, bunlar yaylaq kimi istifadə olunur, yay otlağı. Yəni heyvandarlıq məqsədi ilə istifadə olunur. Subnival və nival isə ümumiyyətlə istifadə üçün uyğun deyil. Yararlı deyil. Biz bunları ardınca şəkildə bilsək, çox rahat testləri yaza bilərik, həll edə bilərik. Bəs ölkəmizdə hansı dağlıq ərazilərdə hansı landşaftlar formalaşıb, onu da belə bir cədvəllə göstərmək istəyirəm. Deməli, bura yazaq landşaft. Sağ hissəyə də əraziləri yazaq. Məsələn, Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Talış dağları. Landşaftları da ardıcıl qeyd edək. Nival, subnival, alp, subalp, meşə, çöl landşaftı, buna kserofit də deyirik. Kserofit. Yəni quraqlıq sevən. Mezofit orta tələbatlı bitkilərdir. Higrofitlər də suya çox tələbkar olanlardır. Hidrofitlər isə suda yaşayanlardır. Deməli, ən aşağıda da yarım səhra. Biraz səliqəsiz oldu. Bunu bu şəkildə deyək ki, cədvəl formasında göstərdik. İndi qeyd edək, hansı landşaftlar, hansı ərazilərdə formalaşır. Böyük Qafqazda bunların hamısı var. Hamısına biz plus qoyduq. Kiçik Qafqaz dağlarında hündürlükdən asılı olaraq nival formalaşmır və
yarım səhra formalaşmır. Digər landşaftların hamısı var. Yəni bir yuxarıdan, bir aşağıdan yoxdur. Naxçıvan Muxtar Respublikasında yarım səhra landşaftı. Bu çox böyük hündürlüklərə qədər yayıla bilir. Hətta 1200 metrə qədər yarım səhra formalaşa bilir. Sonra çöl landşaftı da var. Bir tek meşə landşaft mövcud deyil, qurşaq əmələ gətirmir. Bu da iqlimin kontinentallığı ilə quraqlığından bağlıdır. Ancaq talalar formasında palıd ağaclarına, kolluqlara rast gəlmək olar. Bunu da qeyd edək ki, bilik kimi önəmlidir. Talış dağlarında isə dağlıq ərazidə cəmi 2 landşaft formalaşır. Çöl landşaftı, kserofitlər və dağ meşələri formalaşır. Digər landşaftlar mövcud deyil. Və talış dağları üçün bu landşaftın inversiyası müşahidə olunur. İnversiya. Yəni, necə olur orada? Deməli, biz Lənkəran ovalığından götürək buranı. Lənkəran ovalığı. Lənkəran ovalığında biz düzən meşələrini görərik. Düzən meşə. Sonra Talış dağlarında, bura 2493 idi də səhv eləmirəmsə, bəli. Talış dağlarının ətəklərində orta dağlığa doğru burada biz dağ meşələrini görərik. Dağ meşə landşaftını. Daha yuxarıda isə dağ çölləri, yəni kserofitlər. Burada gördüyümüz kimi bu landşaftlar yerini dəyişib. Normalda çöl aşağıda, meşə daha yuxarıda olmalıdır. Çünki dağın ətəyindən zirvəsinə doğru qalxdıqca istilik və rütubətin nisbətindən asılı olaraq landşaftlar formalaşır. Ancaq Talış dağlarına İran yaylasından gələn isti, quru hava kütlələri yuxarı hissədə, orta dağlıqdan yuxarıda rütbətlənmə əmsalını kiçildir. Daha quraq şərait yaradır. Ona görə də burada dağ çölləri, kserofitlər, quraqlığa davamlı bitkilər formalaşır. Alçaq dağlıqda, orta dağlığa doğru isə yamacların ekspozisiyası ilə bağlı, yəni səmti ilə bağlı külək tutan yamaclı bu hissələr Xəzər dənizi üzərindən gələn rütubətli havanın qarşısını kəsir, bol yağıntı alması ilə nəticələnir və burada rütubətlənmə əmsalı artır. Buna da müvafiq olaraq dağ meşələri formalaşır. Düzənliklərimiz əsasən düzən ərazilərimiz, düzənlik landşaftlarımız. Zonallıq qanuna tabedir. Burada yarım səhra landşaftı əksəriyyət ərazidə formalaşır. Çöl, quru çöl landşaftı formalaşıb ərazilərimizdə. Nisbətən hündürlüyü çox olan ərazilərdə çox quru çöllər, ovalıqlarımızda hündürlüyü nisbətən az olan ərazilərdə isə yarım səhra landşaftıdır. Və burada intrazonal landşaftlar mövcuddur. İntrazonal landşaft da İntrazonal landşaft şirin qurut suları təsirində yaranır. Qurut sularının səthə yaxın yerləşməsi təsirində yaranır, nəticəsində yaranır. Hansı ərazilərdir? Qanıq, Əyriçay, Lənkəran ovalığı, Şollar düzü, Kür ətrafı ərazilər və s.